Bahar Beyləqan Hacıqabul maçını izləmək üçün Beyləqanı digər təmsil edən bir Beyləqan komandasının kaptanı Kamal öz həmşəhərləri dəstəkləmək üçün stadiona gəlmiş. Bu fikirlərini bildirərdim Kamal bəy. Bugün Bahar klubu ilə Beyləqan təmsil edən Bahar klubu Hacıqabul klubu ilə oynayırlar. İlk oyundur ki, birinci hissə Bahar klubu 2-0 hesab ilə qələbə qazanır. Biz Mil Beyləqan futbol klubu olaraq bir şəhəri təmsil edirik. Bir şəhəri təmsil edirik. Öz Mil Beyləqan klubu olaraq gəlirik, həmişə Bahar klubuna dəstəyimizi göstəririk. Beyləqanda hər zaman futbol sevilir, regionda futbol sevilir. Hər kəsə minnətdarlıq bildirirəm ki, bütün rayonlarda futbol gözəldir, sevilir. Sizə də minnətdarlıq bildirirəm ki, Yalçın müəllim gəlirsiniz, bütün rayonlarda, regionlarda futbola təkan verirsiniz, futbolun inkişafına köməklər göstərsiniz. Çox sağ olun, Allah köməyiniz olsun. Xudaverdi müəllimə də, Bahar futbol klubunun baş məşqçisi Xudaverdi müəllimə də uğurlar arzulayıram. Beyləqan futbolunda əziyyəti var, çox sağ olsun, neçə illərdə əziyyət çəkir. Bugün Beyləqana keçmiş Azərbaycan futbolunun dahilərindən İskəndər Cavadov gəlib, Maşallah Əhmədov gəlib, onlara da uzun ömür, can sağlığı arzulayıram. Buradan da şəhid Eliyar qardaşımızın uşaqlıqda böyüdüyü stadiondur. Bu Eliyar heç vaxt unudulmur, onun burada xatirələri var. Allah ruhunu şad eləsin, Allah bütün şəhid qardaşlarımızın ruhunu şad eləsin. Çox sağ olun qadınlar. Sizə də uğurlar arzulayırıq. Növbəti turlarda, növbəti çempionatlarda inşallah daha üstü liqalarda müsabiqə apararsınız. Sağ olun, Allah köməyiniz olsun.